Mən düşünürəm ki, bunu keçən ildən mən demişdim ki, deməli qızıl və gümüşün öz yeri var, qızılın öz yeri var. Gümüşün Gümüş belə bu bahalaşmışdı amma yox, müharibənin burada ilkin söhbət mərhələsində. istifadədən gedir də. Mən bunu industrial deyək istifadəsi. Gümüşün 50%-i həqiqətən istehsala gedir. Həm də hərbi istehsala gedir. Həm də hərbi istehsala gedir. 50% isə yəni qiymətli metal kimi satılır. Qızıl daha çox strateji bir məhsuldur. Yəni bir belə deyək, külək əsən kimi ki, əgər Amerikanın qiymətli kağızları verdiyi gəlirlər, yəni standart formada 3,5-4% yarım illik 5%-ə qədər bunlar, deməli orada növlər var, cürbəcür 5 illik, 10 illik. İldə bunlar bu qədər qazanc verirlər. Əgər bu qazanclar azalmaq tərəfə getsə, bu günləri hələ ki nisbi birjalarda sıçrayışlı bir addım oldu. Bunun bir çox səbəbi var, yəni başlasaq bunu danışmağa, bu artıq çox deməli vaxt aparacaq. Mən onu demək istəyirəm ki, qızılın bir xüsusiyyəti var ki, çox stabildir. Qızıl stabildir. Amma onu da mən sizə Bahalaşacaqmı yaxın dönəmlərdə? Biz o onu, artımı yenidən müşahidə mən edəcəyik. hələm görməmişəm ki, bilirsiniz maraqlı sual verirsiniz. Qoy bu sualın bir bazı başqa formada cavabını verim sizə. Bu neft qalxanda aviabiletləri, benzinlər qalxır. Ümumiyyətlə bir çox ölkədə. Sualım var. Bu Benzin neft qiyməti də gəlib, yenə neftin qiyməti düşəndə, bəs niyə bu aviabiletlərin qiyməti düşmür? Hələ eşitmişsiniz ki, Əksinə. aviabiletin qiyməti düşsün. Heç vaxt düşmür. Ona görə o qızıl ki, strateji bir məhsuldur. Mərkəzi banklar onu alır, özlərini kifayət qədər sığortalamaq üçün. Onun qalxıb düşməyi istehlak bazarında ancaq qalxmaqdır. Yəni istehlak bazarında qızılın qiymətinin, yəni əşya kimi, zinətli əşya kimi aşağı düşməyi gözlənilmir və gözlənilməyəcək.